Önəmi budur ki, adamın kimliyini bilmək istəyirsənsə namazla bilinməz. Orucla bilinməz, vallah bilinməz. Həzlə də bilinməz, ziyarətlə bilinməz. Adamın kimliyini bilmək istəyirsənsə, onun özü kimi bir adamı çıxart, ondan fəzilətli olsun. Özü kimi bir insan, amma fəzilətli ondan üstün. Çıxart denən ki, bu səndən üstündür, sonra üzünə bax. Burada bilinəcək ki, bu nə qədər salih adamdır. Bunun həqiqəti burada bilinəcək. Bunun imanı burada bilinəcək. Odur ki, bir nəfər çıxdı orada dedi ki, əgər bu Allahın sözüdürsə, daş düşsün mənim başıma, məni öldürsün, Peyğəmbərə dedi. Dedi, çəkil cəmaatın yanından, bəla gələndə sənə başqalarını tutmaz. Biraz uzaqlaş görəcəksən. Çəkildi, göydən bilmirəm, nə gəldi, başına düşdü, öldü və xanım Fatimə Zəhra Həzrət Əliyə dedi ki, ya Əbəl Həsən, elə bilirsən bu bir nəfərdir bu cəmaatın içində. Bu bir dənə aşkar elədi ürəyindəkini. Çoxdur bunların içində belələri ki, bu sözü həzm eləməyə gücü çatmadı, qüdrəti çatmadı. Çoxdur belələri. Və sonraki tarixi hadisələr də onu göstərdi. Bugün qarşıdan gələn gün Qədirxum günüdür. Xoş bizim halımıza ki, Elhamdülillahillezî cealena minel mütəməssikinə bi vilayəti Ali ibn Əbi Talib dualarda var. Həmd olsun Allaha ki, bizi Əlinin vilayətinə bağlananlardan elədi. Allah